Salam xanımlar, IT Yeni Mətbəxdən sizi salamlayır. Bugün menümüzdə göbələk çıxırtmasıdır. Buna görə lazımdır 1 kilo göbələk, 2 ədəd böyük soğan, 3-4 qaşıq kərə yağı, 3 ədəd yumurta. Deməli, öncə göbələkləri təmizləyib yuyacağam. Daha sonra doğrayıb onları 5-10 dəqiqə isti suda, duzlu suda pörtəcəm. Daha sonra soğanı təmizləyib yuyub doğrayacağam. Yağda qızartdıqdan sonra pörtlənmiş göbələkləri yağ soğanda da biraz qızardıb üzərinə yumurta, duz istiot vuracağam. Öncəliklə başlayaq, göbələklərimizi təmizləmişəm, soğanlarımızı soymuşam. Demək, göbələkləri təmizləyib yuduqdan sonra doğrayırıq. Yağımızı tavaya əlavə edib üzərinə də soğanımızı töküb qovururuq. Yaxşı qovurduqdan sonra görürsünüz ki, burada da doğradığım göbələkləri duzlu suda pörtürəm. Soğançamız hazır olandan sonra göbələyimizi süzüb soğançaya əlavə edib biraz da qızardacağıq. Zövq məsələsidir əslində, kim daha çox qızartılı sevir, kim və yaxud da orta qızartıda sevir. O sizin tərcihinizdir. Burada pul biber, qara istiot və duz vurub təzədən qarışdırıram. Görürsünüz ki, 1 kilodan əsər əlamət qalmır, göbələk ölür və sonda üzərinə 3 yumurtanı çalıb tökürəm. Yaxşı qarışdırdıqdan sonra üzərini örtüb banxotda pişməyə qoyuram. Göbələk çırpmamız hazırdır. Hazırlayan hər kəsə nuş olsun.